Donald Trump Rusiyanı geniş miqyaslı sanksiyalarla hədələyib. O, həmçinin Rusiyaya tariflər tətbiq etməyi düşündüyünü bildirib. Bu açıqlama Rusiyanın Ukraynaya endirdiyi son ağır zərbələrdən sonra verilib. Trump belə yazıb. Rusiya hal-hazırda Ukraynanı döyüş meydanında tamamilə əzməkdədir. Bu səbəbdən mən atəşkəs və sülh razılaşması əldə olunana dək Rusiyaya böyük miqyasda bank sanksiyalar və tariflər tətbiq etməyi ciddi şəkildə düşünürəm. Rusiyaya və Ukraynaya elə indi masaya oturun, gec olmadan. Təşəkkür edirəm. Trump'ın Rusiyaya bu xəbərdarlığından az öncə Prezident Zelenski hökumətindən Mikhail Podolyak müsbət mesajlar verib və ölkəsinin Trump hökuməti ilə konstruktiv əməkdaşlıq etdiyini bildirib. Amerika Birləşmiş Ştatları və Ukrayna sülh planı ilə görüşəcəyi bir vaxtda vəziyyət hələ də qeyri-müəyyəndir. Keçən həftə Trump Ukrayna prezidenti Volodymyr Zelenskini Ağ Evdə kameralar qarşısında acılayıb. Rusiyanın Ukraynaya 3 il əvvəl başlayan tam miqyaslı müdaxiləsindən bəri Qərb dövlətləri Rusiyaya 21 mindən çox sanksiya tətbiq edib.